Hər vaxtınız xeyirli olsun. Marketing Talks'un daha bir buraxılışı ilə qarşınızdayıq, həm də özəl bir gündə. Bugün 8 martdır. Onu görə əslində salamlamalı eləməliyim. Gözləmirdim 8 Mart'ın adını çəkəcəksiniz. Niyə ki, bugün 8 Mart'dır, necə adını çəkməyək məliyim? 8 Mart biraz bəylər üçün, belə deyək də, çətin olur da. Yada düşəndə o tarix birdən elə pauza olur. Sonra fikirləşsən ki, yox, 8 Mart yaxşı gündür. 8 Mart yaxşı gündür, bəli, qadınların, bəli, qadınların günüdür və həm də Ramazan ayı başlayıb. Bu da çox özəl bir tarixdir. İnşallah ki, Allah tutduğumuz oruçları qəbul eləsin. Çox həqiqətən də bizi izləyənlərin arasında əminəm ki, oruç tutanlar da var. Allah niyyətinizi qəbul eləsin. Siz Ramazanla başlayıb sonra 8 Mart'a keçərdiniz də. Mən birdən Hər vaxtınız xeyirli olsun. Marketing Talks'un daha bir buraxılışı ilə qarşınızdayıq və Ramazan həftəsindəyik. Necəsiz müəllim? Yaxşı, indi əla. Yaxşı. Müəllim, həm də 8 Mart. 8 Mart'dan, 8 Mart'dır. Mən də xanımları təbrik edirəm öz adımdan. Can sağlığı arzu edirəm. İndi burada danışdıqlarımız, dediklərimiz zaravat təbii ki. Biz də xanımları çox sevirik, çox hörmət edirik və çalışırıq əlimizdən gələn qədər xanımların yanında olaq, dəstək olaq, bilik paylaşaq. Hər birini təbrik edirəm mən də öz adımdan. Bunu vurğulamasam olmazdı, əslində bilmirəm, amma yenə də vurğulayacağam. Əli müəllimin xanımlara olan dəstəyinin xüsusi olaraq şahidiyəm. Ələl xüsusda elə Marlabda Elnura Hüseynovanın adına olan təqaüddə və məhz o təqaüd üçün də xanımların cəlb edilməsi bu çox böyük bir addımdır. Buna görə də sizə və komandanıza təşəkkür edirəm. Komandanız dediyimdə bilirəm 2 nəfərsiniz. Amma ki, bütün müəllim heyətinə də təşəkkür edirəm. 2 nəfər deyilik, müəllimlərlə bir yerdə əslində. Sizi və Elnaz xanımı nəzərdə tutub deyirəm. Öndə gedən 2 nəfər. Bəli. Yoxsa əlbəttə müəllimlər və tələbələr heyətindən 12 nəfərə yaxın heyət. Daha çoxsuz, hətta daha da çoxsuz deyərdim müəllim. Sizin xəbəriniz olmadan könüllü Marlaba işləyənlər də var. Bəli, ona görə də sizə də xüsusi təşəkkür edirəm. Əslində məhz bayram kimi yox, xanımlara dəstək kimi, yəni il boyu xanımlara dəstək olan, nəinki xanımlara, ümumiyyətlə düşünürəm cəmiyyətdə dəstəyə ehtiyacı olan hər kəsə dəstək göstərmək lazımdır. Burada artıq biz kişi-qadın söhbətlərini qoyaq kənara, bəli, qoyaq kənara. Bəlkə də heç xanımlara ümumiyyətlə dəstəyə ehtiyacı yoxdur, özləri öz işlərini aşırdırlar. Bəli, amma biz də insan olduğumuza görə bizim də bəzən dəstəyə ehtiyacımız ola bilir. Söhbət köməkdən getmir əlbəttə ki, dəstəkdən gedir. Dünən də maraqlı bir tədbirdə oldum əslində. Qadın liderlər zirvəsi idi və ilk dəfə keçirilirdi. Təşəkkür edirəm Rafiq bəyə ki, dəvət eləmişdi. Getdik, izlədik. Maraqlı panellər vardı, maraqlı müzakirələr var idi. Eyni şəkildə bu qədər xanımı bir arada ilk dəfə idi görürdüm. Çox az da olsa bəylər də var idi orada. Bəzən olurdu, bəylər alqışlayırdı nəyəsə, onlara dəstək göstərəndə bəzən etiraz etmiş olurdu ki, o qədər də deyil. Amma heç kim bərabər eyni deyil. Heç kim. Yəni əkiz insanların belə barmaq izləri fərqlidirsə, Allah bizə hər birimizi fərqli yaradıbsa, demək ki, heç kimi eyniləşdirmək və yaxud da hansısa bir şəkildə ad qoymaq mümkün deyil. Amma bugün qonağımız xanım deyil. Xanım deyil, yox. Bugün qonağımız. Mən çox çalışdım əslində xanım olsun, amma onun da işi olduğuna görə gələn həftəyə saxlamış olduq. Amma bugünkü qonağımız da çox maraqlıdır və bugün sahələri marketinqindən bəhs eləyəcəyik. Mənim özümə də maraqlı olan bir sahədir ki, burada proses necə gedir ümumilikdə? Çox belə mürəkkəb, qəliz bir sahədir. Özünün görünməyən tərəflərinin olan bir sahədir. Bəli. Yəni kitabda başqa şey yazıla bilər, amma məncə özdə Azərbaycanın bazarında da fərqli təcrübələr olacağını əminəm. Çünki hər zaman biz istər-istəməz dünya təcrübəsindən yəni fərqlənir, nəzəriyyələrdən fərqlənmiş olur. Elə isə o zaman çox gecikdirmədən əslində qonağımızın ad soyadını yazmışıq. Şəkli də var orada. Amma yenə də coverdə şəkil olsa da biz yenə də onun özünü indi salamlayaq. Xoş gördük. Necəsiniz? Çox sağ olun, təşəkkür edirəm. Dəvətinizə görə çox sağ ol bildirirəm. Biz təşəkkür edirik ki, 8 Mart günü gəldiniz. Valla belə oldu da. Mən də fürsətdən istifadə edib bütün xanımları təbrik etmək istəyirəm 8 Mart münasibəti ilə. Xanımlar bizim cəmiyyətimizin çox önəmli üzvləridir. Biz birlikdə belə deyək də cəmiyyətimizi, dövlətimizi, şirkətlərimizi, ailələrimizi hamısını inkişaf elətdirə bilərik. Burada hamı bərabər şəkildə iştirak etməlidir və təmsilçilik mütləqdir. Yəni xanımların nə qədər çox təmsilçiliyi olsa, sizin firmada, bizdə, dövlətdə, partiyalarda, hər yerdə bu çox yaxşı bir nəticələr verəcək. Elə yaxşı oldu ki, 8 Mart günü biz bəy dəvət elədik ki, bu təbriklər daha çox olsun.
Çətin olacaq. Bəli. Yox, çətin olmayacaqdı. Onda bir-birimizi təbrik edəcəyik. Onda bir-birimizi təbrik edəcəyik. Yox, olsun, yenə də çətin olmayacaqdı. Təşəkkür edirik. Bugün çətin keçəcək, bəllidir. Yox, çox təşəkkür edirəm doğrudan da vaxt ayırdınız, gəldiniz. Bilirəm ki, çünki sizin sahə də elədir ki, orada istirahət günü yoxdur. Orada şənbə, bazar, hansısa bir işdən sonra biz 6-dan sonra deyə bir tarix yoxdur. Çünki 24 saat iş gedir və daima mütəmadi olaraq və məsuliyyəti də ağırdır. Mən istərdim ki, birinciyi adətən nənəyə sadiq qalaraq siz özünüzü təqdim edərdiniz ki, bizi izləyənlər qonağımızı tanısın. Mənim adım Nihatdır. Yəni o şəkildə də bayaq gördüyünüz kimi Nihat Mustafazadə. Mən UPS Construction şirkətinin direktoruyam, təsisçisiyəm. Biz tikinti ilə məşğuluq. Tikinti materiallarının həm satışı var bizdə, həm də burada bir tikinti prosesləri də var. Xüsusilə də sənaye tipli komplekslərin istehsalı var. Məsələn, bu zavod, fabrik, anbar, bu tipli belə deyək də bu tikililərin həyata keçirilməsi prosesini həyata keçirdirik. Həmçində material satışı və s. var. Bundan əlavə başqa bizneslərimiz də olub. Bunlarla da məşğul olmuşuq, amma fərqli vaxtlarda fərqli səbəblərə görə çıxmalı olmuşuq ya batırdığımız hallar olub və ya satdığımız hallar olub. Amma hal-hazırda əsas məşğul olduğumuz biznes, yəni artıq 10 ilə yaxındır ki, elə şeydir, UPS Construction-dır. Xeyirli olsun. Çox sağ olun. Siz dediniz ki, o belə necə deyirlər, yaxşı təcrübələriniz olub. Batırmaq deməkdir, yaxşı təcrübələriniz olubdu. İstəyərdim ki, bu gün əslində biraz da onlardan da bəhs eləyək ki, bizi izləyəndə əgər etiraz eləmirsinizsə, o məqama da toxunmuş olaraq. Maraqlıdır əlbəttə ki. Oradan başlayaq. Məncə oradan başlayaq, sonra keçək pozitivə. Bu necə oldu da, Nihat? Hansı sahədir bu? Nəyə girdiniz, sonra fikirləşdiniz? Niyə fikirləşdiniz ki, valla bu sahədən çörək yoxdur? Və niyə bu sahəyə keçdiniz? Çünki bu da ağır bir sahədir. Belə deyək də, biz həmişə çalışırıq ki, öz xəttimiz üzrə işləri böyüdək, diversifikasiya eləyək deyəndə biz məsələn biri bir iş, o biri tamam başqa bir iş olsun heç vaxt istəmirik. Adətən istəyirik ki, öz lineykamız üzrə, öz xəttkeşimiz üzrə genişlənək, eninə doğru genişlənək. Bu istiqamətdə olan işlərdən biri idi. Biz sandviç panel tutaq ki, satırdıq. Montajına girmişdik, metal konstruksiya işinə girmişdik. Bir vaxt yarandı ki, biz həmçinin də konteyner istehsal eləməli olduq. Konteynerlər, prefabrik evlər istehsal eləməli olduq. Məsələn, elə bir dövr oldu ki, biz bunun alqı-satqısı ilə məşğul idik. Daha çox bunun, belə deyək də, marketinqini elə qurmuşduq ki, biz bunun istehsalçısı kimi görsəlsək belə, daha çox biz bunun satışını həyata keçirdirdik. Amma bir müddətdən sonra dedik ki, elə özümüz istehsal etsək daha yaxşı olar. Burada girdik istehsal prosesinə. Əslində hər şey düzgün gedirdi, amma nəzərə almadığımız şeylər oldu da, məsələn, istehsalla bağlı. Bu satışdan fərqli olaraq istehsalda belə deyək, işləyən əməkdaşların sayı çox olur, bunun kostları böyüdür, bunun işıq pulusu, nə bilim su pulusu, qaz pulusu, nə bilim o pulusu, bu pulusu. Xərclər çox olduğuna görə bizim nəzərdə tutduğumuz gəlirlərə çıxa bilmədik. Gördük ki, misal üçün biz bunu alqı-satqı eləyəndə biz əslində daha yaxşı qazanırdıq da, misal üçün, nəinki bu istiqamətə keçdik. Sonra bu istiqamətə keçdiyimizə görə bəzi rəqiblərimiz bizdən küsdü, artıq rəqib olduğumuz firmalar, hansı ki, əvvəllər bizim müştərimiz idi, bizdən sandviç panel alırdı. Biz indi həmin sahəyə girdiyimizə görə onlarla aralarımız dəydi. Sonra gördük ki, bu əslində bizim digər əsas biznesimizə də mənfi təsir göstərir. Bu kimi sadalanan hallar oldu. Sonra bəzi təcrübəsizlikdən olan zərərli proyektlərimiz oldu, şey oldu. Ondan sonra biz dedik ki, məsəl üçün bu biznesi bundan böyütməyəcəyik. Elə olduğu vəziyyətdə yaxşı dövrəsi var idi əslində biznesin. Yəni satılası bir vəziyyətə gəldi, çıxdı, satdıq sonra onu rəqiblərdən birinə, məsələn, o biznesdən ayrıldıq. Yəni, bilmədiyimiz işlər olur, məsələn, girmişik, yatırımcı kimi girmişik, istəmişik ki, məsələn, onu yoxlayaq. Yenə burada komanda məsələsi olur əsas. Məsələn, mən həmişə fikir verirəm ki, mən işlərimin əgər bir biznesə yatırım edirəmsə və orada uğursuzluq olursa və biz burada əgər daha çox investor tərəfindəysə, 99% səbəb komanda məsələsi olur. O yatırım elədiyin komandada itirirsən. Orada çox ağıllı olmalısan o mövzuda, o komandanı seçəndə. Məsələn, xaricilər bu startapları seçmək üçün niyə görə orada böyük proseslərdən keçirlər? Çünki elə hamı gəlir əlimdə deyir ki, məndə bir dənə ideya var, misal üçün də. Sən onu gərək yaxşı filtrdən keçirdəsən və mən maksimum çalışıram idarə heyəti qurum orada, hansı ki, korporativ bir şey olsun, özüm iştirak eləməsəm belə, idarə heyəti o biznes idarə eləsin. Amma yenə də orada komanda faktoru bir də görsən ki, səni şey eləyir. Mən çox detallara girmək istəmirəm, çünki şəxsi məsələlərdir. Yox, elə əslində, şəxsi məsələlərdir. Yəni burada elə bir ki, mən açdıqca orada partnyorlar da qalır şeydə, eks partnyorlar və s. Ona görə çox detallara girmək istəmirəm.
Yox, maraqlı təcrübədir. Çünki əminəm ki, bizi izləyənlər arasında da düzdür, bu sahə olmasa da digər sahələrdə də eyni şəkildə sizin dediyiniz kimi istər komanda tərəfdən, istər xərclər tərəfdən çətinlik çəkən məqamlar var. Və mən belə başa düşdüm ki, əslində sizdə yaxşı yatırım olsaydı, bəlkə də o biznes daha da davam edərdi. Çünki sizdə xərclər çox olduğuna görə gəliri üstələyirdi və siz də artıq orada geri çəkilmə qərarı aldınız. Yox, biraz elə olmadı. Bizdə vəsaitlə bağlı orada sıxıntı yox idi. Sadəcə olaraq məsələ o idi ki, biz baxdıq ki, məsələn, bu biznesdə bizim alqı-satqıda olmağımız daha uyğundur bizə. Aydındır. Amma çünki istehsalçı olaraq orada məsələn mən baxıram ki, məsələn, şəxslər var, özü mühəndisdir, yoldaşı mühəndisdir, bir yerdə biznes qruplar, istehsalı özləri idarə edirlər, məsəl üçün full, sahədəki işlərə özləri baxırlar. Nəzarət öz əllərindədir. Zaman ayıra bilirlər ora. Birbaşa. Amma mən elə bil bu işi əlavə biznes kimi qururam və burada hər şey məndə ayrı olur da. Mühəndis ayrı götürürsən, o birisini ayrı götürürsən. Görürsən ki, sənin kostların onun kostlarından eyni deyil. Aydındır. Məsələn, bir dənə case budur. Çox nüansları var, amma bir dənəsi elə budur. Maraqlı, maraqlı. Bir də bir şey var da, mən sizə deyim, mən olub neçə dəfə ki, mən hansı bir işlərdən prosta ayrılmışam. Niyə görə ayrılmışam? Görmüşəm ki, məsələn, bu bazar artıq mənə maraqlı deyil. Məsələn, bu biznes artıq mənə maraqlı deyil və yaxud da bu həcm, bu rəqəmlər mənə artıq maraqlı deyil, ayrılmışam. Ya satmışam, yəni çıxmışam. O hallarda çox olub. Halbuki məsələn biz indi mən gənc yaşından işlə məşğul olduğuma görə, bizneslə məşğul olduğuma görə, məsələn ilk başlayanda mənim gözümdə çox böyük gördüyüm bir şey, əslində bir neçə ildən sonra görürəm ki, əslində bu sektor o qədər də maraqlı sektor deyil. Yəni burada böyük bir şey eləməyə ehtiyac yoxdur. Elə burada bura qədər gətirmişik bəsdir. Yəni exit eləməyin vaxtında onu bilməlisən, çox vacib şeydir. Çünki exit vaxtında eləməyəndə prosta ona effort sərf edirsən. Mənim nə qədər dostlarım var, yəni tələbəlik vaxtlarından qurduğu biznesləri hələ də davam elətdirməyə çalışırlar. Görürəm sürünürlər. Yəni danışıram, söhbət edirəm, görürəm əslində onlar oradan başqa bir sahəyə keçməlidirlər. Yəni o işi biraz sistemin dəyişməlidir. Artıq yeni gələnlər o işdən məşğul olmalılar da, sənin əvvəl məşğul olduğun işdən. Çünki o işin böyümə potensialı var da, müəyyən bir yerə qədər böyüyə bilər. Tikinti elə bir sektordur ki, burada həcm çox böyükdür. Azərbaycanda tikinti dediyimiz, yəni böyük milyardlarla rəqəmlər eləyir də. Çünki belə deyək, ölkənin bir həcm işlərini, belə deyək, iqtisadiyyata ayrılan böyük bir rəqəm işlər əhaliyə tikinti vasitəsilə demək olar ki, paylanır. Yəni bizneslər daha çox bu sahədə olan bizneslər çoxdur. Yəni neft sektoru desən, neft sektorunun özünün tikintisi var. Metropoliten desən, onun bir şeyi var. Yəni nəqliyyat sahəsinin özünün bir tikintisi var. Yol və s. bunlar hamısı bir qrupdur. Ya məsəl üçün yaşayış binalarından tut, villalardan tut. Yəni qazanmaq fürsəti daha çoxdur. Əlbəttə ki, bazar genişdir. Məsəl üçün bir dənə Azərbaycanda böyük proyekt açdılar da, bu Nardaran tərəfdə Sibriz, məsələn, Sibriz böyük bir industriya yaratdı. Məsələn də nə qədər orada sahibkarlar bu dəqiqə şeylə məşğuldurlar, tikinti ilə məşğuldurlar. Nə qədər sahibkarlar orada torpaq alıb villalar tikir, sonra satır, misal üçün də. Bu bir növ Batumun modeli kimi bir modeldir, bəlkə də daha yaxşısıdır. İndi məsələn bəlkə bir neçə ildən sonra biz görəcəyik ki, Gürcüstanda olan o bəzi şeylər var, hansı ki biz onları biraz sonradan keçmişik. Niyəsə görə. Məsələn biz onları tətbiq eləyəndən sonra görəcəyik ki, məsələn Gürcüstan GDP-sinə çox təsir göstərən şeylərdən biri tikintidir də, məsələn bu real estate dediyimiz sahələr. Məsələn bizdə də bu sahənin biraz da belə xaricilərə çıxası səviyyədə variantlarını görəcəyik. Xüsusilə də bu il məsələn mən gördüm elə həmin o Sibriz layihəsində Qazaxstana, Rusiyaya nə qədər evlər satıldı məsəl üçün. Mənim xaricdən gələn puldur. Başqa bir sualım yarandı. Ümumiyyətlə Nihat qeyd elədin, mən səninlə danışıram Nihatla, uzun illərdir biz yoldaşıq. Demək, qeyd elədin, məsələn bu sahə cəlbedici olmadı, o biri sahəyə keçdim, nə bilim bazar daha böyükdür, orada fürsətlər daha genişdir, ələlxüsusda ki o tərəfdən. Mənim başqa sual nə ilə bağlıdır? Yəni sənin fikrincə ümumiyyətlə biznesmenin, sahibkarın və yaxud da bir qazanma, gəlir iştahasında bir limit olmalıdır, yoxsa elə bu limitsizlik onu hara apardı, ora getməlidir? Məsələn, maraqlıdır bu məsələ mənə. Mənim fikrimə görə əslində soruşsaz, burada bir limit mütləq olmalıdır. İnsan müəyyən bir limitlərlə özünə bir hədəflər qoymalıdır və hədəflərə çatdıqca məncə dayana biləcəyi bir nöqtə olmalıdır mütləq ki, mən elə fikirləşirəm, mən elə xarakterli adamam. Amma mənim gördüyüm xüsusilə də bu qlobal o şeylər, böyük biznesmenlər, böyük girişimcilər, onlarda o limit yoxdur. Məsəl üçün də o böyük bildiyimiz adamlar, onlar dayanmırlar. Ya bu holdinglərdir, ya məsələn Koç holdinglər olsun Türkiyədə, ya Amerika Birləşmiş Ştatlarında olan böyük firmalar olsun.
Elə Apple var zətlər. Bunlarda limit yoxdur. General Motors. Bəs özünü limitləyənlər niyə limitləyir onda? Bu şəxsi xasiyyətlə bağlı bir şeydir də. Risklərimi düşünür yoxsa? Bu sadəcə deyir ki, mənə yetərli də, yəni bəsdir. Yəni bundan artıq niyə görə əziyyət çəkim ki? Yəni məsələn bu qədər eləmişəm. Məsələn deyək ki, Amerikanın bugünkü gün prezidenti kimdir? Donald Trump. Adam milyarderdir. 78 desən yaşı var yoxsa 70-lərdə yaşı var. Yəni adam milyarderdir. Yəni həyatının elə bir çağındadır ki, məsələn mən olsam Maldivdə yaşayaram da, nə işim var? Gedim məsələn siyasətlə məşğulum. Adam siyasətlə məşğuldur. Amerikanı idarə edir. Yəni bunun burada olan bir stres, burada olan o necə deyim sizə, o psixoloji vəziyyət, yəni sənin ani qərarların dünyada çaxnaşmaya səbəb ola bilər. Çünki sən Amerikan prezidentisən. Yəni Manqostan məsəl üçün da olan bir hər hansısa bir qərar dünyaya az təsir göstərər, bəlkə də təsir göstərməz, maksimum regiona təsir göstərər. Amma Amerikada olan hər hansı bir qərar bütün Kanadanı, nə bilim Meksikanı, bu dəqiqə danışırlar da, tariflər qoyurlar, onu ellər, bunu ellər. Bütün dünya da bir-birinə qarışır. Yəni burada iştah məsələsi var da, adamın iştahı var. Adam nə istəyir? Deyir ki, mən biznesdə bu nöqtələrə çatmışam, mən istəyirəm adımı tarixə, həm də siyasətdə yazım. Yaxınlarda Schwarzenegger haqqında bir Netflixdə filmə baxdım. 3 hissədən ibarət idi. Birinci hissə adamın bodybuilder olması haqqındadır. Dünya çempionu olur və illərlə də məsələn 7-8 il. Senatora qədər gəl, qubernator ya. Amma birinci film sırf onun o yolundan da, o yolucu böyük oldu. Bu adam Avstriyada doğulub. Atası köhnə nasistlərdən olub. Bu adam bodybuilding Avropada olmayıb demək olar ki. Bu adam Avropada bodybuildingə başlayıb yer tutur və Avropada yer tutmaq heç bir nəticəsi yoxmuş. Əsas bu işin gəliri tərəfi Amerika imiş. Adam bir təhər Amerikaya gedir, ingiliscəsi də çox zəif. Elə gəlir çıxır bir dənə nöqtəyə. Birinci hissə o idi ki, bu adam bodybuilder olur. İkinci hissəsi odur ki, adam aktyor olmaq istəyir. Adam o sahədə çox böyük nailiyyətlər əldə edir. Üçüncüdür ki, mən siyasətçi olmaq istəyirəm, gəlir qubernator olur. Ondan da yuxarı gedə bilərdi, iştahı orada qurtarır yəqin ki. Yəni ki, orada iştahı qurtarır. Maraqlı. Ya da ki, enerjisi bitir. Ya da məsəl adam yaşlanıb artıq. Ya da məsələn, yoxdur, Trump da yaşlıdır. Məsəl üçün belə baxanda, ondan qabaqçı. Trump heç ayrı bir söhbət. Onlardan çox əmək YouTube bizə şey qoymasın. Niyə ki, yaxşıdır. Yox, maraqlı məqam olur lazım, amma Əli bu elə bir şeydir ki, bilmirəm, Nihat bəy mənlə razılaşar yoxsa hər halda onun təcrübəsi bu sayədə daha yoxdur. Yəni məncə insan əgər dayansa hardasa, artıq onun üçün hər şey bitmiş sayılır da. Yəni bu iştah elə bir şeydir ki, hər dəfə dediyi kimi sözünə qüvvət, fərqli bir həvəs, fərqli bir şey yaranır və bu insan var olduqca ömrünün sonuna qədər də gedəcəkdir. Yox, hərəkətdə dayanmaq deyəndə şəbnəm, hərəkətdə olsa da istənilən biznesmen də o hərəkət ona sabit bir gəlir gətirə bilər, hansı ki o sabitliklə kifayətlənir. Amma elə hərəkət bəli, elə də ola bilər ki, o hərəkətdən ziyadə bəlkə də az hərəkət edib, daha çox risk eləyib, başqa bir gəlirlə qarşılaşa bilər də belə deyək. Orada biraz hərəkət məsələsi onsuz da hamı hərəkətdə olur. Zaten hərəkətdə olmasa heç nə olmayacaq. Amma hərəkətdə də olmaq fərqli nəticələrə səbəb ola bilər. Maraqlı məqamdır. Məncə bizi izləyənlər elə bu məqama çatıblarsa, onlar da öz fikirlərini yazsınlar. Bu kifayətlənməklə bağlı görək insanlar da nə düşünürlər. Bu da maraqlı bir şey. Bir dənə bir şey var da, məsəl üçün burada bir də vision məsələsi var. Adam var ki, vizyonu elə bir vizyonu var ki, məsələn deyir ki, mən hədəfim odur ki, Amerikanın atıram məsəl üçün də ən yaxşı texnologiya markası olacam və o Çinlidir. Məsələn də gülməli səslərdə Çinli deyir ki, məsəl üçün Amerikanın ən yaxşı texnologiya şey olacaq və mənim adım çəkiləndə Çində hamı elə biləcək ki, bizim markamızın hesabına Çin markasının adı çəkiləndə hamı deyəcək ki, bu keyfiyyət simvoludur. Məsələn də bu elə belədən deyil, bu Sony-nin məsəl üçün vizyonu olub 60-cı illərdə. Sony-nin bugünkü gün Çin markaları bizim üçün nə idisə, o vaxtda da Yapon markaları oydu. Yəni çox aşağı keyfiyyətli şeylər sayılır da, belə deyək. Sony korporasiyasının vizyonuydu. Adamlar o vizyonu məsəl üçün elə qurdular ki, bugünkü gün Yapon deyəndə ağlımıza nə gəlir? Texnoloji olaraq ən qabaqcıl, ən keyfiyyətli, ən innovativ markalardan məsələn. Bu adamlar dayanmırlar, bu korporasiyalardır da artıq. Bunlar dayanmır. Söhbət fərddən gedirsə, məsəl üçün də Əli, Nihat, məsəl üçün də fərdlərdən danışırıqsa, bu mənim xarakterimlə bağlıdır ki, məsələn, mənim kifayətlənəcəyim nöqtələr mütləq ki var. Mən o nöqtələrdə kifayətlənirəm də, məsəl üçün, onun o tərəfəsini istəmirəm.
Məsələn. Amma korporativ olaraq baxsan, korporasiya kimi baxsan, korporasiya dayanmamalıdır. Korporasiya həmişə getməlidir qabağa. Getməsə batacaq. Çünki orada bir durğunluq dövrü yaranacaq. O durğunluqdan sonra da batıb, yəni o qədər markalar batıb ki, yəni gözümüzün qabağında. Kodaklar, Nokialar, nə bilim, bata-bata da gedirlər. Və növbəti 10 il ərzində bu artificial intelligence dedikləri bu texnologiya çıxandan sonra nə qədər sənədlər, nə qədər bizneslər, nə qədər işlər hamısı batacaq yəni. Mənim Nihat'a başqa bir sualım var. Nihat özü də həm də marketoloqdur. Bu sahədə işləyib kifayət qədər uzun müddət. Ona görə də inanmıram ki, sualımdan qaçsın. Biz sizi matrixdən nədir? Yox, biz sizi matrixdən bağlıdır. Amma sualım onunla bağlı. İnat, indi maşallah işi qurmusan can sağlığı ilə. Tək həmişə xeyirli, gözəl xəbərlərini eşidək. Artıq 10 ildir bazardasınız. İndi bax bu 10 il təcrübə bizim indi content marketinqdir də. İndi biz bunu hər halda bir müqayisə eləməliyik təbii ki. Bu 10 il təcrübə sənə nə dedi? Yəni bu 10 il təcrübənin içində marketinq biliklərin sənə kömək etdi, etmədi? Bu 10 il təcrübənin içində marketinq sənin biznesinə necə dəstək ola bildi, bilmədi? Və yaxud da ki, bəlkə də yeni artıq bir aşamaya çatmısan ki, düşünürsən ki, okey, bura qədər mənə soyuq və ya isti satışlar dəstək oldu. Buradan sonra mən artıq biznesi, marketinq yönümlü necə fikirləşməliyəm kimi bəlkə fikirlərə gəlmirsən. Bu 10 illik təcrübənin içində bu marketinqlə toxunuşun, təbii ki, indi tikinti marketinqlə bağlı da bir-iki sualımız olacaq, amma ilk olaraq bu belə maraqlı bir fikir istəyərdim. Bizim sahə biraz da şey olduğuna görə, münasibətlərə bağlıdır. Olduğuna görə, B2B olduğuna əlaqələrə bağlı. Ona görə burada biraz belə deyək də mass marketinqlə biz məşğul ola bilmirik. Əfsuslar olsun. Siz ola da bilməyəcəksiniz də. Olsa da mənası yoxdur. Bəli. Şey olacaq da, xərclərin boşuna xərclənmək kimi bir şey olacaq. Ona görə biz daha çox nöqtəyə atışlarla məşğul olmağa çalışırıq. Ən çox bizim elədiyimiz məsələ budur. Ən başda başlayanda 15-ci illər idi təxminən bu biznesa. Bizim üçün biz belə böyük bir marketinq strategiyamız yox idi. Deyim ki, sizə belə strategiyamız yazmışdıq, belə bir şey var idi, yox idi. Biz kommunikasiyanın ayrı vasitələrindən istifadə edirdik və biz bununla da B2B-də fərqlənirdik bizim sahədə. Çünki bizdən qabaqçılar hamısı biraz yaş ortalaması yüksək olan adamlar idi. Onlar bu məsələlərə çox da fikir vermirdilər. Onlar elə bilirdilər ki, məsələn, hər şey elə münasibət üzərində qalacaq, amma biz işi şəkilləndirdik. Şəkil verdik ona məsələn. O şəkilləndirəndən sonra yəni bir növ mövqeyləndirdiniz özünüzü ki, biz nəyirik də bazarda. Mövqeyləndirdik və mövqeyimizi də biraz vizuallaşdırıb insanlara göstərməyə çalışdıq. Məsələn, işlərimizi çəkib paylaşmaqlar, bu 15-ci illərdə, 16-cı illərdə misal üçün də deyək ki, o dövrlərdə bu biraz təzə məsələlərdir də. İşlərin şəkilləndirilməsi, çəkilməsi, paylanması, göstərilməsi, orada detallara getməsi. İndi məsələn bizə adi bir şey, tamam bunu edirik. Hamı edir artıq. O vaxt amma bunu eləmirdilər deyə bu fərq yaradırdı. Hətta mənim yadıma gəlir ki, mən birinci dəfə bir firmalardan biri ilə görüşürdüm. Mənə görə də o böyük firma sayılırdı o vaxt. İndi də belə baxanda balaca deyirlər. Sahibkarı ilə görüşürdüm. Sahibkarı soruşdu ki, siz bu firma məsələn kimindir də? Məsələn mənimdir. Dedi ki, sən neçə yaşın var soruşdu. Dedim ki, mənim yadımda deyil onda neçə yaşım var. Məsələn, deyək ki, 27 yaşım var. Deyir ki, sizin nə qədər işçiniz var? Məsələn, deyirəm ki, məsələn 30 dənə, 40 dənə də. Deyirəm, mən bunu daha böyük təsəvvür edirdim. Bu təsəvvür nədən formalaşırdı? Bizim o kommunikasiyada elədiyimiz məsələlərdən formalaşırdı ki, firmalar əslində bizim yeni olmamıza baxmayaraq bizi daha böyük görürdülər. Yəni işləri yaxşı təqdim edə bilirdik. O təqdimat bizdə çox önəmli idi. Təqdimat məsələsi. Yenə deyirəm, o vaxt elə idi ki, bizim sektorda bir çox firmaların heç saytı yox idi, e-maili yox idi, belə sadə şeylər yox idi. Biz sadə şeylər orada istifadə edirdik, amma ən böyük bizim məsələmiz bizim sektorda bu B2B biznesdə bu korporativ satışı qurmaqdır. Çünki korporativ satış olmasa, satış menecerlərinin, o kommersiya direktorunun, mənim özümün, birbaşa şirkətlərlə çox yaxşı münasibətləri olmasa və biz direkt bunun reklamını aparmasaq, marketinqini aparmasaq, danışmasaq, onlara məlumat verməsək bizim işimiz alınmaz.
Çox qəşəng bir məqam belə deyək də vurğuladınız. Əli müəllimin də sualını qüvvətləndirəcək. Mənim özümdə də əslində bir sual var idi. Mənim özümə dünəndən maraqlı idi ki, bu inşaat, tikinti sektorudur. Biz indi bilirik ki, müxtəlif markaların hamısı sosial medialarda fərqli səhifələr açırlar və orada da öz markalarının brendlərini gücləndirirlər. İndi bu sahə üçün LinkedIn olsun, nə bilim Instagram olsun, istəyir TikTok olsun, fərqi yoxdur da, yəni Google olsun. Bu reklamlar nə qədər önəmlidir? Yoxsa müştəri burada başqa yolla, siz bəli vurğuladınız korporativ satış, onun da gücünü anlayıram, amma bu korporativ satışa qədər olan təkan da var. Eyni deyə bilərikmi ki, eynidir elə? Bizdə məsələn 99% korporativ satış daha önəmlidir. Bəli. O dəqiqdir. Amma indi belə bir şey var. Müştəri sizi hardan tapır? Biz daha çox biz tapırıq. Məsələn necədir? Məsələn biz bazarı bildiyimizə görə, artıq təcrübə formalaşdığına görə biz bilirik ki, məsələn Azərbaycanda deyək ki, iqtisadi zonaların idarə edilməsi agentliyi deyilən bir qurum var, İqtisadiyyat Nazirliyi tərkibində. Onların da tərkibində ayrı-ayrı rezidensiyalar var. Məsələn biri Sumqayıtdadır, Kimya Sənaye Parkı, biri Ağdamdadır, Sənaye Parkı, biri Cəbrayıldadır, biri Pirallahadadır məsələn də. Bu zonalar onun üçün yaranıb ki, orada sənaye məhəllələri, sənaye kompleksləri tikilsin. Demək ki, orada hər rezident olan firma bizim nəyimizdir? Müştərimizdir. Çünki biz onlara həmin o metal konstruksiyadan olan binanı tikəcəyik, ona sendviç panel satacağıq, onunla əməkdaşlıq eləyəcəyik. Yəni mən nəyə görə şey eləyirəm? Bu sual bilmirəm. Bu mövzu, bu sahə haqqında çox bilgili sahibi deyiləm. Bu sizin dəstək xəttinizdir, yoxsa bu sahədə olanlar özləri gedib o müştərini tapırlar? Adətən korporativ satışdan gələn bir şeydir də. Yəni zaten bir hədəf müştəri siyasəti olur ki, bəli, bazarı müəyyən edirsən, həmin bazara da satış özü də prinsipi marketinq kommunikasiyasıdır. Təbii ki. Amma ora qədər olan prosesi nəzərdə tuturam. Müştərinin bu brend haqqında məlumatlı olması, eşitməsini nəzərdə tuturam. Müştərinin ümumiyyətcə bu deyək ki, bu sahədə heç kimi tanımır. Ümumiyyətcə bu sahə haqqında məlumat deyil. Bunu nəzərdə tuturam. Sizin orada funksiyanız onu tapıb ondan qabaq məlumat verməkdir ya da rəqibdən tez ona çıxmaqdır ki, siz ona məlumatı verəsiniz ki, o sizi daha tez tanısın. Yəni artıq qərar vermə mərhələsinə gələndə artıq bilsin ki, belə bir firma var. Biz belə deyək də bizim malımız alınandan 1 il qabaqdan artıq adamla əlaqəyə girməyə başlayırıq. Və onunla da həmişə kontaktda oluruq. Çalışırıq ki, heç vaxt. Çünki belə bir şeydir. Bir dənə kontakt itdi, adam səni unuda bilər. Yəni bu biraz çox da markalı biznes deyil. Məsələn, mass communication-da nətərdir kütləvi kommunikasiyada və yaxud da nə bilim ünvanlı kommunikasiyada sən top of mind-da düşməyə çalışırsan da, şüur altında pərakəndə istifadəçilər. İlk ağla gələn markalar. Markalar sırasına düşmək istəyirsən. Onlar da kommunikasiyası satışdır. Satışla kommunikasiya edərək həmin o lazım olan siyahıda ilk pillələrdə olmağa çalışırlar. Mütləqdir yəni. Bir də müştəri psixologiyası da var ki, onu da oxumuşdum ki, müştəri tanış olduğu ilk marka onda ən çox həmişə müsbət təəssürat yaradır, nəinki sonradan gələn markalarla. Bayaq vurğuladığı Nihat bəyin də o da mənim diqqətimi çəkdi ki, müştərini biz ilk çıxırıq rəqiblərimizdən əvvəl. Çünki sizdən sonra gələnlər artıq yenə də sizin verdiyiniz vədləri onlar da axtarmağa çalışacaqlar deyə istərseniz 1-0 öndə olur. Bir də ki, mən sezdim nəyin Nihatda, onsuz da qeyd elədi ki, lineyka dediyi bir biznes xəttimiz var ki, bu xətt üzrə müəyyən bir aidiyyatı fəaliyyətləri özümüzə yaxın edirik və eyni zamanda da məhsul çeşidi məsələsinin idarə olunması. Çünki əminəm ki, bu 10 il ərzində nə qədər məhsulu test eləmisiniz ki, hə, bu məhsulu eləyək, alaq, sataq, yoxsa və yaxud istehsal eləyək, sataq. Bayaq qeyd elədiyin məsələlərdir zaten ki, hansı ki, o da elə özü də marketinqdir, yəni məhsulla uğraşmaq. Əlbəttə ki. Sizin də işiniz istər alıb satmaqda, istər istehsalda ağırlıqla ilə məhsulla bağlıdır. Onun xidmət tərəfi, konstruksiya, yerləşdirmə, tikmə, düzəltmə falan ora-bura servis tərəfi də var. Yəni o qaçan yeriniz yoxdur marketinqdən belə gətirmək. Tək kommunikasiya deyil. Mütləq ki. Həm də şey tərəfimiz var. Məsələn, müştəridə ehtiyac yaratma tərəfimiz var. Heç müştəri haqqında fikirləşmir. Qiymət elə qalır. Buyurun, mənim. Ya məsəl üçün müştəri deyək ki, özünə turistik obyekt tikmək istəyir. Məsələn də şərt olaraq deyim. Biz ona gedib deyirik ki, neysən ki, məsələn böyük yatırım etsən, deyək ki, sənə biz konteynerlərdən bir dənə maraqlı konsept verək. Belə bir şey çıxsın ortaya. Ortaya çıxır misal üçün onu biz eləməmişik düzü, amma runaway məsəl üçün çıxır.
Yəni İsmaildə mən görmüsünüz də belə bir dənə konsept çıxır ortaya. Ya məsəl üçün bizim elədiyimiz markalar var ki, hansı ki biz onları eləmişik də. Məsələn, Runaway bunu ilk dəfə dizayn özünlüydü, ideya özünlüydü, o gəlmişdi. Ona biz ilk etaplarda deyək ki, metal konstruksiyada zətdə müəyyən bir işləri gördük. Amma konsept onların konseptidir. Amma ondan sonra biz bu konsept belə bir konsept çıxandan sonra biz başqa adamlara da təklif elədik ki, məsələn, belə bir konsept eləyə bilərik. Ondan sonra da buna gedənlər oldu. Məsələn, belə bir ehtiyac yaratma tərəfi var. Və yaxud da bizim o vaxt konteyner istehsal edib satanda gördük ki, konteynerdə artıq ildən məsələn gəlirlər aşağı düşür. Hamı artıq bunu kopyalamağa çalışır. Yəni biraz kopyalana biləsi bir işdir də. Biraz çətindir, amma kopyalamaq olur. Biz dedik ki, elə bir şey eləyək ki, buna yaxın olsun, az olsun sayı. Məsələn, konteyner biz necə satırdıq? Ayda 50 dənə, 60 dənə, 100 dənə istehsal edib satırdıq. Amma bu elə olmasın da, bu olsun ildə məsələn 20 dənə. Amma gəlir elə olsun ki, ondan 300 dənə satmaqdansa bundan 20 dənə satmaq daha yaxşı olar. Biz onda girdik məsəl üçün quruducu kameralar işinə girdik. Başladıq meyvə qurudan, tütün qurudan, nə bilim, cüzərdən, meyvə doğrayan, soyan, belə avadanlıqların istehsalına başladıq. Bunun R&D'si çox pul apardı. O işi də batırdı. Amma o ən sevdiyim işlərdən biri idi. İndiyə qədər yadıma gəlir ofisinə gələndə onun mexaniki tərəflərini mənə izah edirdin ki, bax bunu belə olacaq. Dəhşət sevirdim. O konkret partnyor məsələsi idi o iş. Dəhşət. O кейsi mən həmin partnyora bax, indi yay vəkili baxacaq da. Ona da salamlayım. Ona salamlayım. Mən ona o vaxtı Felucci Lamborghini'nin misalını gətirdim. Dedim ki, bax adam traktorun pre-orderını alır. Pre-order alır ki, bu adam traktor istehsal edəcək. Adam traktoru istehsal edir, verir də. Mən pre-orderları almışdım da o biznesdə. Lazım idi onu istehsal edib yaxşı formada vermək. Dövrlərə çatdıra bilmədik. Məsələn, istədiyimiz bəzi R&D-də mühəndis xətalar oldu, falan oldu. Həll elədik, axırda müştərilərin məmnun saldıq. Amma mən bezdim o biznesdən, mən bu işlə məşğul. Amma o qədər gözəl iş idi. Nəsə bir şey yaradırsan, onun bilirsiniz, beyni olur, onun şey olur, monitoru olur. İcara elədiyi iş var da, konkret. Belə şeylər çıxır. Mənə ki, rocket science idi mənə görə. Əslində bəlkə də bu mühəndis üçün və s. bu sadə bir şeydir, amma mənə görə o qədər çox qəliz şeylər idi bunlar. Öz yaratdığım bir şeydir. Və maraqlı gəlirdi. Mən bunu bilirsiniz görürdüm. Mən bunu qlobala çıxardacağam, mən bunu Qazaxstana satacağam və artıq ilkin görüşlərimiz olurdu. Özbəkistanla, Azadla, bu ölkələrlə falan. Və hamı özü çox qəribə bir şey var idi. Bax bunu bizdən qabaq eləyən var idi Azərbaycanda. Biri 20 minə satırdı, biri 30 minə satırdı, mən 80 minə satırdım. Məsələn də, mən 80 minə satırdım. Bir məndə 80 mindir. Deyirdi, bu 80 min çoxdur axı. Deyirəm, amma məndə belədir də, yəni 80 mindir. Öz adamın psixologiyasına oynayırdım. Məsələn, deyirəm, sən nə maşın sürürsən? Məsələn, görürəm Range Rover sürür də. Məsələn, deyirəm, nə maşın sürür? Range Rover. Deyirəm, get şey al, Hyundai Palisade al da. Məsələn, niyə Palisade almırsan ki? Eyni boyda. Deyir, o ara bu ara. Deyirəm, ay sağ, o ara bu ara. Məndə də eyni şey vardı. Məndə burada bu var. Adamlar biraz düşünürdü, alan alırdı yəni. Düzdür, mən eyni şey vermirdim. Təbii ki, mən daha yaxşı şey verirdim. Amma manipulyasiya eləmisiniz də. Daha yaxşı şey verirdim, amma yəni Gəl elə başqa bir sual verim Şəbnəm. Demək, bu qiymətdən danışdınız 80, 60, 40 falan. Ümumiyyətlə tikinti sektorunda necədir? Yəni ədalətli qiymət rəqabəti varmı? Bir sualımı deyəcəm, indi açıqlaması niyə bunu deyirəm? Oradan başlamaq lazımdır. Məsələn, elə sizin fəaliyyət üzrə də, istiqamət üzrə. Misal üçün biz bilirik ki, inkişaf etməkdə olan bazarlarda ədalətli qiymət rəqabəti məsələsi biraz çətin olur. Məsələn, hansı oyunlar olur qiymətdə? Misal gətirim, tutaq ki, bazarda əsas söz sahibi olan firmalar qiyməti baha tutmaq üçün razılaşmalara girirlər ki, bundan aşağı salma qiyməti. Yəni, süni qiymət artımı. Sonra başqa bir oyun ola bilər ki, bazara başqa bir yeni, misal üçün, rəqib girmək istəyir həmin sektora. Bir neçə oyunçu arasında razılaşır və ya bir oyunçu imkan var əlində ki, məsələn, zərərinə başlasın müəyyən müddət satmağa ki, o girə bilməsin bazara. Nə bilim, fərqli belə tərbiyəsiz qiymət oyunları. Sizdə ümumiyyətlə rəqabət bu istiqamətdə necə baş verir? Yəni, yoxsa elə bazarda tələb təklif nizamlayır elə real olaraq? Biz orada bizdə iki istiqamət götürək də. Tikinti məsələsində, yəni bizim sahəmizdə bu şeydir. Red Ocean'dır da, o qırmızı okeandır, dolu. Orada rəqabət çox güclüdür. Orada heç kimlə razılaşa bilməzsən. Yəni razılaşsan, biri ilə razılaşarsan, onun yüzü var. Bir-birimizi qırırıq orada. Məsələn, bir dənə proyekt olur, deyək ki, məsələn, nə bilim,
hansı bir obyektin üstünün 20.000 kvadrat metr şeyi var, sandviç paneli var, onun dəyişmə prosesidir. Söhbət burada gedər, hardasa məsələn deyək ki, bir neçə milyonluq bir işdir də məsələn. Yəni o işə görə 30 dənə firma bir-birini qırır. Kim daha ucuz versə, kim daha o reqlamentə uyğun olsa, o firmaya da işi verirlər. Ancaq material satdığımız tərəfdə sandviç panel sahəsində orada bunun ölkədə müəyyən istehsalçıları var, müəyyən distributorları var. Minimal qiymət həddi var, nə bilim filan. Yox, hamı birbirini tanıyır, hamının birbirine dostluğu var, münasibəti var, amma elə sövdələşmə yoxdur, yəni. Sövdələşmirik. Bilirik də bazarın qiyməti. Çünki bunun maliyyəti var, bunun bir marjası var. Hamı çalışır ki, o marjada kifayətlənsin, işləsin. Hə, yəni belə bir şey olunmur da, məsələn, danışaq inhisarçılıq eləyək məsələn də. Mütləq ki, Azərbaycanda var elə sahələr, bütün dünyada olduğu kimi. Sektor. Məsələn, elə sahə var ki, bir sektorda məsələn 4 dənə firma marka tanıyırsınız, 4-ü bir adamındır. 4-ün bir-birinə rəqib yaradıb da, pir-pirləri ilə şeylər. Çoxdur elə. Hə, nümunələr çoxdur. Tək bu sahədə yox, fərqli sahələrdə də var. Bütün dünyada var da bu, yəni biz fikirləşməmişik bunu. Bunu bizdən daha qabaq bizneslə məşğul olan ölkələr, kapitalist ölkələr fikirləşiblər. Ya bizdə də var. Amma sırf bizdə desəz, bizdə yoxdur yəni. Biz razılaşmırıq yəni. Çünki razılaşanda həmişə ya biz pozuruq, ya onlar pozurur. Yəni ona görə çalışırıq ki, dostluq eləyək də, deyək, yəni çalışaq sataq da yəni. Ucuz heç kim satmaq istəmir. Hamı istəyir öz xidmətini, malını, məhsulunu uyğun qiymətə satsın ki, daha çox qazansın. Hamının məqsədi budur. Alıcının da məqsədi nədir? Ucuz alsın. Alıcı başlayır da firmaları qırdırmağa bir-birinə. Mən getdim ondan danışdım, onda ucuzdur, bundan getdim, bundan danışdım. Sən də başlayırsan ona demək ki, yox, məndə bu daha yaxşıdır əslində. Orada artıq bizim o kommunikasiya tərəfimiz girir işin içinə. Bəs brendinizi necə fərqləndirirsiniz? Müəllim sizin marketinq təcrübənizdən danışdığına görə bu sualı verirəm. Bu sualı vermirəm. Yəni necə olur fərqləndirirsiniz? Yəni üstünlüyünüzü necə göstərirsiniz? Mövqeləndirməniz necədir? Yəni özünüzü Deyim necə? ki, sizə xüsusi olaraq biz bu ilə məşğul oluruq. Yəni elə bir şeyimiz yoxdur, amma gedişatda bizdə belə formalaşıb ki, etibarlılıq məsələsi məsələn bizdə çox şeydir, qabarır. Güvən var sizin markaya. Yəni burada güvən məsələsi formalaşıb. Yəni bunu biz xüsusi olaraq biz güvənilir şirkət olacağıq deyib kommunikasiyanın bunun üstündə aparmamışıq. Ya biz müasir tikinti həlləri təklif edən şirkət, yəni bu bizim əvvəldə olan qayələrimizdən, müasir tikinti həlləri. Yəni daş dövrü bitdi. Prinsiplər. Belə iddialı fikirlərimiz də var idi ki, belə bir şeylər eləyək. Yəni bu yöndə kommunikasiya aparmısınız da? İstəyirdik ki, belə bir şey eləyək ki, daş dövrü bitdi, artıq təzə dövrü başladı. Yəni metal dövrü başladı məsəl üçün. Belə bir ideyalarımız var idi, amma çox da aparmamışıq o işləri. Yeri gəlmişkən müasir tikinti şeyləri bu var bizdə. Daş dövrü bitdi, yaxşı konseptdir. Oğurlamayın, xahiş edirik. Onda halal elədi, götürə bilərsiniz. Yeri gəlmişkən müasir tikinti, yəni sizin sahədə müasir trendlər bu dəqiqə nədir? Bu maraqlıdır bizə. İzləyicilər də maraqlıdır. Məsələn deyək ki, izolyasiya məhsulları çıxır, yeni izolyasiya məhsulları çıxır ki, məsəl üçün deyək ki, əvvəlkilərlə müqayisədə yanmazlıq dərəcəsi yüksək olur. Əvvəlkilərlə müqayisədə səs keçirməliyi yaxşı olur, isti soyuqlu saxlanması, enerjiyə qənaət məsələsi var. Qənaət elətdirir. Sonra məsəl üçün deyək ki, biz ənənəvi olaraq daş istifadə edirik də, bu dədə-baba kubik dediyimiz, əslində İtalyanlar ona limestone deyirlər. Bu çox dəyərli bir şeydir. Bizdə bu çox ucuzdur. Çünki çoxdur da. Məsələn, xaricdən gələndə İngiltərədən zətdən baxırlar deyirlər, siz bu hər şeyi hamı deyir, siz nə varırsınız da limestone dikirsiniz hər şey. Deyirlər, limestone elə kubikdir də bu da. Bizim dədə-baba kubik necə bir şeydir? Məsələn, deyək ki, belə ağır bir şeydir də. Bu ağırın yerinə artıq yeni texnologiyalar çıxır da. Məsələn, görürəm qaza beton çıxır, nə bilim. Bu necədir? Prinsip eynidir, prosta daha yüngüldür. Yəni sən onu istifadə edəndə artıq binanı yükləmirsən. Bina yüklənməyəndə də onun orada məsəl üçün deyək ki, dözümlülüyü artır məsələn deyək ki, bu kimi məsələlər var. Bu belə məhsullar çıxır yəni. Müasir tikinti məhsulları, yəni daha yüngül, daha qənaətçil, daha uyğun qiymətə olan kompozit məhsullar çıxır məsələn. Dünənə kimi armatur necə idi? Yəni indi də daha çox o istifadə olunur metaldan. Yəni əritmə sənayesidir bu, metal əritmə sənayesi. Məsələn deyək ki, bunlar əridirlər. O qəlibə salırlar. Onu 99.9% şey deyirlər, saflaşdırırlar. Ondan sonra onu qəliblərə tökürlər, billet hazırlayırlar. Billetdən də şey əmələ gəlir. Deyək ki, armatur əmələ gəlir də, belə gedir lineykası. Yəni indi bunu kompozitlə eləyirlər. Yəni bildiyimiz plastiklə. Baxırsan materiala, deyirsən ki, plastikdən bina saxlamaq olar. Bunun elə bir ki, necə deyim, esnəkliyi deyirlər. Ona deyirsən şey, möhkəmliyi. Möhkəmliyi deməyək.
Elastikliyi. Çox sağ olun. Sağ ol. Elastikliyi daha yaxşıdır. Məsələn, armaturu müəyyən bir şeydə əyəndə indi düz deyil, laboratoriyalar həmişə göstərirlər. Mən də gedəndə canlı zavodlara göstərirlər ki, bururuq qırılmır. Amma müəyyən bir dövrdən sonra bu buranda qırılır da, misal üçün deyək ki, plastikdə elə bir şey var ki, nə qədər əyirsən, şey edirsən, əvvəlki vəziyyətinə qayıdır. Bizdə burada boru zavodlarından biri var, bu ağ boru istehsal edən zavodlardan biri var. Tırı keçirdir şeyin üstünə, əslində elə olmalıdır, heç biri qırılmamalıdır. Normalda heç biri qırılmır. O məşhur reklam var. Rafi getdi şey üstünə keçdi. Çox reklama girməyək. Yox, detallı deməyəcəm. Mən təxminən belə deyəndə ad deyəndə bəlli oldu. O hamısı elədir də. Yəni ən bütün borular qırılmamalıdır. Yəni çünki onun tərkibində kalsit qatsan, o qırılacaq məsəl üçün də. Onun tərkibində normal polipropilen varsa, polietilen varsa, yəni kompoziti orada düzgün kompoundlarla işləyirsənsə, o qırılmır. Onsuz da o elastik olmalıdır. Onun bir SN dərəcəsi var məsələn. Mən düzdür ki, ximik deyiləm, amma son bir dəqiqədən heç nə anlamadım. Bütün o qədər terminlər işləmir. Rafiq anladı əsas, siz Rafiqdir. Toparlamaq üçün bir dənə də yekun sual verəcəm. Sözün qısası, mən sizə belə bir şey deyim də. Həyatda bu marketinqdir, bir də siyasətdir də. Çox şeydir. Manipulativ işdir. Verilən informasiyalar adətən bu çox vacibdir satış eləmək üçün və s. Amma verilən informasiyalar həmişə belə deyək də bu işin içində olan adamlar baxanda görürlər ki, məsəl içində nə danışırlar burada, yəni bu əslində sadə bir şeydir. Amma insan üçün nə deməsə 100 il qarantiya kimsə deyir. Onu görürəm bilən brendlərdən biri Azərbaycanda yazıb 100 il qarantiya verilir. Yəni verilir, kimdə o 100 il yoxlayanda evə məsələn boru qoymusan 100 il qarantiya ilə. Yəni nə deməkdir ki? Çox sataşdı. Amma satırsınız da. Çox sataşdı. Hətta başqa variant yoxdur. Qazanmaq lazımdır. Biz də deyirik. Əsl sahələri marketinq oldu müəllim amma. Həqiqətən əsl sahələr marketinq oldu və ən maraqlısı bilirsiniz nə oldu? O dərinliyində nə vardı? Necə gedirsə iş prosesi elə bir şəkildə tanış olmuş olduq. Əminəm ki, elə ortalama şirkətlərin böyük əksəriyyətində də eyni proses şəkildə gedir. Çox təşəkkür edirəm Nihat bəy, çox maraqlı oldu. Amma mən bir dənə də sual vermək istərdim, ürəyimdə qalmasın. Müştəri davranışı ilə bağlı, onu loyal müştəriyə çevirmək, yəni gələn insanı müştəriyə çevirmə prosesi necə olur? O mənə maraqlıdır. Çünki bu elə bir prosesdir. Yəni bir nəsə bir 3-4 manatlıq məhsul deyil də alsın. Oradakı qərar vermə necə gedir? Reallığı danışacaqsan yoxsa nəzəriyyədə? Yox, nəzəriyyəni istəmirəm. Hamısı eyni olmur, amma mən ən yaxşısını danışacağam da, belə deyək, ən yaxşı şeysini danışacağam. Çünki mənə maraqlıdır ki, orada qərar vermə, onu müştəriyə necə çevirirsiniz? Bizdə belə bir şey var da, məsələ var. Adətən bizim ofisə daxil olan şəxs 99% ehtimalla o malı alacaq. Tamam, sizin şirkət əladır. Satırsınız. Amma necə baş verir bu? Bu davranışla bağlıdır. Aha. Məsələn, istehlakçı davranışı bizdə necə olur? Adətən girdiyi ilk yerdən alır. Bəli. Çünki əvvəl analiz eləyir bunu internet üzərindən, məsələn, dostlarına yığır, prorablardan yığır, soruşur, təxmini bilir nə var. Girib o ilkin görüşdə sən onu satmalısan. Bizdə necə qurulub o? Məsələn, satış meneceri görüşür, müəyyən yerə qədər gətirir, sonra kommersiya müdürü görüşürsə, böyük ehtimal satır. O da sata bilməsə, o mütləq mənim yanıma girir, mən 100% satmalıyam. Mənim də sata bilmədiyim haldırsa, prosta adam xoşuma gəlmir deyə satmırıq da. Yəni çox da dirənmirik. Yəni deyir ki, okey də bu uyğun şeydir. Mənlə danışdırmıram, bunu özünüz danışdırıram. İstehlakçı davranışı bizdə bu formadadır ki, adam araşdırır, gəlir sonra seçim eləyəndə baxır, tutaq ki, qiymətə baxa bilir. Məsəl üçün deyək ki, malın o keyfiyyətinə baxa bilir, uzun ömürlülüyünə baxa bilir. Amma itoqda qərarın verilməsi prosesi orada firmanın güvənilirliyi ilə bağlı olur. Bəzən sən daha baha qiymətə rəqibindən sata bilirsən, rəqib sata bilmir. Rəqib çox pis belə qalır ki, necə oldu da sən bunu bu qiymətə satdın, mən onu ondan məsələn 30% ucuzdan sata bilmədim. Çünki bu sahə, bəli, bu sahə əslində doğrudan da güvən tələb edir. İnsanlar əgər evini, nə bilim, iş yerini, villasını, fərqi yoxdur. Elə bir şeydir ki, bizim təhlükəsizliyimizi təmin edən bir sahə. Bu sahədə şey çoxdur. Bu meçid tikinti sahəsində xüsusilə də bu şey, məsələn deyək, xırda evlərin tikintisi, o balaca bağ evlərinin tikintisi, orada prorab firmaları var, sonra kiçik təmir tikinti firmaları var. Çoxdur da. Firma açmağına var ki, 30 manat deyirsən, Vergilər Nazirliyindən keçir. Biz bəlkə də 30 manatdır bu dəqiqə. Gedirsən, rüsum alırsan, olursan MMC. MMC açmaq asandır. Sonra bu firmalar başlayırlar bir dənə iş götürəndən sonra davamında neqativ işlərlə məşğul olurlar. Bir çox neqativ. Yəni əziyyət çəkən adamlar çoxdur. Adam puluna etibar eləyir, vaxtında iş görmürlər. Yəni mənim özüm bu sahənin adamı olmağıma baxmayaraq mənim özüm də başına qədər gəlib ki, məsələn, özüm hansı bir şey tikdirəndə elektrika işlərimi vermişəm məsələn bir dənə firmaya. Hələ də dalaşıram onlarla.
Yəni burada güvən çox önəmlidir, onu demək istəyirəm. Ya bank qədər bəlkə də önəmli deyil, amma banka yaxın önəmlidir. Mən deyərdim ki, o qədər önəmlidir, çünki pul qazana bilərik, amma həyatımız getdisə əldən necə vaxt qazanırıq. Orası elədir, bankda nə mənada bank məsələsində. Məsələn, bank sektorunda müəllim işləyib daha yaxşı bilər. Bank sektorunda elədir ki, Azərbaycanda, özü xüsusi Azərbaycanda bizim 90-cı illərin əvvəllərində çox pis bank təcrübələrimiz olub. Adamlar bankları şey eləyiblər də, o yığıla aparıb. Və son illər ərzində mənim atam hələ də deyir ki, bank nə danışsın, banka pul qoyarlar məsələn də. O ehtiyatlı olur, banka qoyur. Deyirəm, hə, evdə saxla məsələn də. Evdə saxla daha onun üçün məsələn şeydir də. Bu nəyə görə 90-cı illərin travması. 90-cı illərin əvvəlində mənim atamın da orada mənim bir abbası gedib yanıb. Ona görə bank sektorunda şey önəmlidir. Güvən məsələsi önəmlidir. Çünki pulun qalxması, düşməsi zamanı onun sığortası necə gedəcək, faiz dərəcəsi düzgündür, mərkəzi bankın nə bilim orada şeylər zad var. Çox nüanslar var. Bu ondan sonrakı sektor məncə ikinci sektordur ki, bu güvən çox vacibdir. Təşəkkür edirik. Çox sağ olun Nihat bəy. Minnətdaram. Çox sağ olun Nihat. Çox maraqlı söhbət getdi. Yəni təbii ki, yenə də suallarım, siz danışdıqca suallar insanda canlanır, amma o qədər vaxtımız oldu. Yaxşı, verin. Bilirəm, siz cavablandırmağa maşallah hazırsınız. Yəni, bizdə ilk qonağımız ki, bizdən daha çox danışdı müəllim. Məlumat çox. Sizdə reklam necə idi? Mən az danışmalıyım, siz sonra, yoxsa necə? Yox. Əlbəttə ki, biz qonaqlarımızın daha çox danışmasını tərəfdarıyıq ki, bizi izləyənlər qonağımızın danışdığından faydalansınlar və çox sağ olun. Gəldiniz, dəyər qatdınız, minnətdarıq. Çox sağ olun. Müəllim. Təşəkkürlər. Mən də qatılıram, zövq aldım. İnanıram ki, izləyicilərə də faydalı olacaq. Biz kadr arxası sonra reallıqdan danışacağıq. Narahat olma, nə varsa dedilər, necə varsa dedilər. Çox təşəkkür edirik. Bəli, bu gün də bizim buraxılışın yayımlanmasına dəstək olan tərəfdaşlarımız, sponsorumuz və eyni şəkildə çəkiliş etdiyimiz bir studiyamız var. Media Fabrikə təşəkkür edirəm. Çox vaxt unuduram onlara təşəkkür etməyə, amma inandırım ki, kim zəng edirsə mənə ki, o sizin studiyadır da. Bir dənə onlar sizin studiyada çəkiliş çəkir. Deyirəm, əlbəttə onlar problem yoxdur. Ramil bəyin nömrəsini yönləndirirəm. Artıq olub mənim studiyam. Çox təşəkkürlər Media Fabrikə. Eyni zamanda Digibum agentliyinə çox təşəkkür edirik. Onlar da bizim tərəfdaşımızdır və artıq yeni coverlarla qarşınızda olacaq. Onlarla danışmışıq. Maraqlı coverlarımız olacaq və YouTube podkastımızda biraz yeniliklər eləmək istəyirik və mən də Oba Marketlər şəbəkəsinə təşəkkür edirəm ki, bizimlədilər və artıq neçənci buraxılışdı. Sponsor olaraq dəstək olurlar. Çox təşəkkürlər. Bizi izləmədə qalın. Yenə də fərqli qonaqlarla, fərqli sahələrlə danışacaq, marketinqdən, biznesdən, fərqli istiqamətlərdə danışmış olacaq və bizi izləyən daimi izləyicilərimizə də buradan çox təşəkkür edirik. Abunə olun, izləməyi unutmayın, bəyənin. Hələlik. Sağ olun.